Hörmətli cənab prezident, sizə müraciət edirəm. Yeni Şirvanlı İnfaz Sahətin rəhbəri kimi. Çoxlu sayda demək, qəssablar və Şadlı Saray rəhbərliyi mənə müraciət edib, sahət rəhbəri kimi, qatı idarəçi kimi, 91-lərin üzvü olan kimi. Nədir müraciət? Şirvan şəhərində 4 il bundan qabaq ət kəsim məntəqəsi açılıb, rəhbəri də Tərlanov İsmail Hasayoğlu. Bu uzun müddət bu açıldığına baxmayaraq bu istismara buraxılmamışdı. Yəni negativ hallar orada çoxdur. Onu açmaqda bu ancaq böyük məbləğdə xərc çəkir, gəlir mənbəyi. Gəlir mənbəyi olsun, Milli Məclisin qərarı da var. Amma bu özündə təmizlik, şəffaflığı yoxdur. Yəni nədir orada? Deyirəm. Bu cəmaatdan 51 manat maşına gedəndə ya da 41 manat pul alır. Hər quzuya, qoyuna 13 manat pul alır. Yəni orada mən getdim, çəkiliş eləmişəm, sahət rəhbəri kimi. Rezonans orada nəcür, böyük biabırçılıq, natəmizlik. Görün də bu nətərsə ekologiya regional idarəsi bizim rayondadır. O oradan qeydiyyatdan keçmir. Bunun istismar aktı var, buraxılış aktı. Xahiş edirəm, hardadır? Fövqəladə Hallar Nazirliyindən qeyddən keçmir, layihədən keçməyib. Ekologiya Nazirliyindən keçmir. İstismar haqqında bu yoxlanmalıdır. Şirvan şəhər prokuroru bu yoxlanmalıdır. Nədir orada negativ hallar? Gör, ora girdim, içəri varatadan gələndə natəmizlik, biabırçı gündə. Oradan başlanır hamısı. Qapısı varatan qabığı biabırçılıdır, silinmir. Bunun nə qədər içisi var, xahiş edirəm yoxlansın. Regionalın kəsmə məntəqəsidir, regional. Bunun bir dənə kəsmə adamı var. Özəl ən vacibi bir müsəlman ölkədə yaşayırıq. Müsəlman adət ənələrindən burada heyvan kəsilmir. Dəhşət budur, faciə budur. Hamı toy edir, xeyir işlə edir, müsəlman qaydasına kəsilmir. Bir nəfər kəsmə şey var. Tallar işləmir, konver işləmir. Sirkab sular hara axılır, cənab prezident, cənab baş nazir, cənab baş prokuror, korrupsiya idarəsi, cənab regional Sara xanım var orada, Respublika Gigiyenik və Epidemiologiya Mərkəzinin rəhbəri Sara xanım var, Həsənova. Xahiş edirəm Sara xanım, niyə bu regionda bunlar şeylər yürü, bunlar nəzarət eləmirsiniz? Niyə? Bu öz başına qoşuluq, reket kimi hərəkət edir. Demək orada qan, çirkab sular, orada su işlənilmir. Adi bir dənə balaca məntəqədə günə 150 litr su işlənir. Xahiş edirəm yoxlansın bu neçə əlfalətdə, bu nə qədər suya istifadə edir. Orada işçilər gigiyenik qaydalarda tələb olunmur. Tibbi arayışı yoxdur. Formaları yoxdur. Yəni özbaşınalıdır da bu idarədə. Qan tökülür, yerə tökülür. Keyf istədiyi vaxt açır. Cəmaatın hüzürü düşüb, heyvan kəsməlidir, o bir şey eləməlidir. Gedirsən bağlıdır, saat neçədir bağlıdır. Yəni nəzarət eləyən yoxdur. Bu adama Şirvanda gözü üstə qaşlayan yoxdur. Bu kimə deyək? Orada çirkab sular yuyulmalıdır. Təmizləməli filtrasiya, Azərbaycan qanunu var və texniki buraxılışda istismar haqqı olmalıdır. Ondan sonra bu kanalizasiya getməlidir. Orada zibil ətlər, içalat, zibil fanətə yığılır. Onu hansı spes maşın götürür oradan? Yoxdur. Ən vacibi, ən önəmli, gör nə qədər özün arxayın adamdır bu. Kompoz idarəsi və JEK idarəsi ilə heç bir müqaviləsi yoxdur. Akazvaysa onun böyük 8000 manat cəriməsi var. O zibillərin, o ən ifunətli zibillər, içi çalatı zadı, qan qoxusu və hara xıb gedir o. Bu heç bir nəzarət eləmir, heç kimi saymır. Demək orada kassa əməliyyatı yoxdur. Nağd pul verirsən, bu Azərbaycanda o cibi, harada var o? Kassa əməliyyatı olmadan vergi idarəsi hara baxır bura? 5 sayılı. Birbaşa alır gedir. Kubinkadır bura, Sovetskidir, nədir bu? Bu öz başına bu İsmail Tərlanov haqqında nə istəyir, onu eləyir. Bunun psixoloji durumu haqqında tibbi arayışı var, orada işçilərin var. Yoxdur. Bu nağd pul alır, bırakır. Bu yoxlansın, bu neçə ildə nə qədər dövlətə vergi verir? Hanı onun qanunu? Kassası yoxdur ki bu adamı, nağd pul alır. Biabırçı gündədir ora, üfunət. Yəni orada tal işləmir, ki, konverlər işləmir, heç biri. Kəsir tökür ora, saatlarla görsən, gör demirəm, 80 nəfərə yaxın qəssab var. 10 dənə Şadlı Saray var.
Bunun öhtəsindən gələn bir nəfər kəsimi var orada, kəsən adam. Bir nəfər də təmizçi sana qarnı üçün təmizləmir. Bir ağırsınır. Sürücü orada rəhbərlik edir. Heyvan kəsir. Bu nədir? Kim buna nəzarət? Əməkdaşçılığı xahiş edirəm, Resul əməkdaşçılığı niyə bunu nəzarətə götürmür? Götürülməlidir. Qida Agentliyi gəlsin bunu özün yoxlamalıdır. Özün baxsın. Qoşqar müəllim. Gəlsin özü yoxlasın. Hani bu özündən başlamalıdır təmizlik ki, başqalarına söz edilsin. Buradan da pul yığmaq məqsədilə. Hər maşından 41-51 manat. 100 dənə yığsa 50 dənə gündə adam millət gör nə qədər pul eləyir. Buna hara keçidir? Kimdir buna nəzərə? Hansı vergiyə gizir? Hansı kassada eləyir? Yəni özündə bunun təmizliyi yoxdur. Gəlsin yoxlasınlar da bu monitor eləsinlər, yoxlasınlar. Böyük narazılıq var, böyük narazılıq var bu kişiler, bu adamdan. Demək, bu qəssabları 2 dəfə cərimə eləyir. 1600 manat, 1600 manat. Cənab Prezident, Cənab Baş Nazir, hörmətli Baş Prokuror, bir dənə imkansız sahibkarı, heyvan kəsəni 2 dəfə cərimə olsa, 3200 manat cərimə. Bu nə deməkdir? Cərimə ilə bu əlində saxlayır. Hamıya qoxan gəldi, qox qılır. Qida Agentliyi, ged yoxla ora. Özü kim yazır bu ərizəni? Nətər yazır? Hansı əsaslarla? Sürücü işləyir orada, o yazır. Bu nə deməkdir? Necə insanları cərimə ilə qorxuzur? Ancaq cərimələtdirir. Bunu hara səsini, ancaq bunun haqqında tədbir görməlidir. Prokurorluq, bütün hüquq mühafizə orqanları bu adam haqqında tədbir görməlidir. Cənab Prezident, bu haqda tədbir görülməlidir. Bu adam elə gəlib, bu Kürdəmirdə yoxdur, bizim rəxlər, Acqabılda yoxdur, Sabirabadda yoxdur, Səliyyəndə yoxdur, Belasuvarda yoxdur, Nefsalada yoxdur. Bir dənə bu yaradır, ancaq pul qazan. Pul qazanır, Allahla düz halallıqla elə. Mən də sahibkaram, amma mən halallıqla, mən üstünə qiyməti qoya bilmərəm. Qiymət nədir? Odur. Bu istədiyi, nə istəyir? Tarif Şurasına bunun rəhbəridir bu. Kim nəzarət eləməlidir bu? 51 manat, 41 manat, qoyuna, balaca heyvana 13 manat. Bu nə deməkdir bu? Xahiş edirəm bu məsələ haqqında ciddi tədbir görsün. Ekologiyanın başlarının yanında olmuşam. Bütün idarələrə, əmək mühafizəsi idarəsində, Qida Agentliyində. Amma Qida Agentliyinin rəhbərliyi, Əvər müəllim çox gözəl fikir verir ki, Şirvanda yaşayan sahibkar bu 80 nəfər qəssabları yaxın vaziyalda görüşəcək. Rəhbərlik də gələcək, Nazirliyin Qida Agentliyinə, İcra Hakimiyyətinin müavini de orada olsun, bütün sahibkarlar, sahiplər orada olsun, orada açıq diyalog olsun. Çox alqışladım, çox savadlı, çox dəyərli, təzə təyin olub Səliyyana, regionalın Qida Agentliyi rəisi. Mən çox ona təşəkkürümü bildirdim ki, bu məsələ həllini tapsın. Birinci onun özü yoxlanmalıdır. Mən çox danışmadıram, qatı edərsi kimi, sahib rəhbəri kimi hara səsimi qaldırdım, bu haqda tədbiri görürüm.